Sən də yorğunsan. Gün ərzində 8-10 saat yatmana rəğmən və heç bir iş görməməyinə baxmayaraq hələ də yorğunsan. Bəs görəsən biz niyə daim yorğunuq? Gəlin bunun sadə səbəblərini və həll yollarını birlikdə araşdıraq. Keyfiyyətsiz yuxu. Bəzən 7-8 saat yatmağımıza baxmayaraq yenə də yorğun oyanırıq. Bunun səbəbi keyfiyyətsiz yuxudur. Gecə tez-tez oyanmaq, telefon işığına baxmaq və gecə gec yatmaq kimi amillər keyfiyyətsiz yuxu sayılır. Bu amillər yuxunun dərin fəzalarına keçməyimizə mane olur və beyin istirahət edə bilmir. Suyu az içmək. Bədənimiz susuz qalanda qan dövranı yavaşlayır, hüceyrələrə oksigen və qida maddələri çatmır. Nəticədə özümüzü halsız və yorğun hiss edirik. Hər gün 2-3 litr su içmək vacibdir. Stres və zehni yükləmə. Beynimiz həddindən artıq məlumat qəbul edəndə yorğunluq hiss edirik. İş, dərs, sosial media, bunların hamısı zehni yorğunluq yaradır. Stres hormonları da bədənin enerji səviyyəsini azaldır. Hərəkətsizlik. Daim yorğun hiss edirsənsə, bəlkə də çox az hərəkət edirsən. İdman edəndə bədən daha çox oksigen qəbul edir və enerji səviyyəsi artır. Hətta gündəlik 20-30 dəqiqəlik gəzmək belə yorğunluğu azalda bilər. Düzgün nəfəs almamaq. Çoxumuz gün ərzində dərindən nəfəs almırıq. Yalnız səthi nəfəs alırıq. Bu, hüceyrələrə kifayət qədər oksigen getməsinə mane olur və yorğunluq hiss etdirir. Düzgün qidalanmamaq. Fast food, şirniyyat və qazlı içkilər ilk anda enerji versə də, qısa müddət sonra yorğunluğa səbəb olur. Bədənin vitamin və mineral çatışmazlığı da enerjisiz hiss etməyinə səbəb olur. Deməli, gün ərzində yorğun olmamaq üçün bu deyilənlərə əməl etmək lazımdır. Əgər sənin də bunlara əlavələrin varsa, şərhlərdə mütləq qeyd et. Videonu bəyəndinsə, kanalıma abunə olmağı və bu videonu like etməyi unutma. Sağ olun, salamat qalın. Gələn videolarda görüşmək ümidi ilə. Videonu bəyəndin?